Salam, necəsiz qızlar? Nə gözəl gözlərin var sənin. Sizdən xahiş edirəm, dəqiq məlumatlar verəsiniz mənə. Gülər. Sənin adın? Gültəkin. Bu da anaları Aytəkindir. Şərait sıfır. Dostlar gördüyünüz kimi burada heç tərpənmə yeri yoxdur. Vəziyyətdədir. Nə qədər pul versən bura? 80 manat versən burada qalsın. Tovuzda kimin var, kimin yoxdur? Heç kimin yoxdur tovuzda. Sizin ürəyiniz nə istəyir, əmə alsın sizə? Nə ürəyiniz istəyir? Deyin, əmə alsın, gətirsin. Evə əşyalar. Evə əşyalar? Nə əşyalar istəyirsən evə? Yemək üçün də. Hə? Yemək üçün. Hə, yemək istəyirsiniz? Yaxşı, yemək alacağım. Başqa nə istəyirsiniz? Başqa heç nə. Narahat olmayın. Dostlarım, bu iki qıza bacardığınız qədər 3 manat, 5 manat, 10 manat, 20 manat gücünüzlə satıb göndərin Allahın izni ilə. Mən də bacardığımı eləyəcəm inşallah. Burada bəs heç bir qohumun, əqraban yoxdur. Yox. Tovuza niyə getmirsən? Orada heç kimim yoxdur. Mən oradan qardaşlarım atam atıbdı. Heç kimim yox. Atan qardaşın var amma. Var 3 qardaşım, bir bacıyam. 3 qardaşın, bir bacısı. Niyə bəs qardaşların sahib çıxmırlar? Çıxmadılar da karantin vaxtından bəri atıblar bizi çölə. Çox vaxt qadınlara qulaq asırıq, kişilərə qulaq asmırıq. Bəlkə sənin özün nəsə səhvin olub onlara qarşı? Yox, yox. Mən özüm işləyirdim, bunlar körpə idilər. Yolda süpürgəsi işləyirəm. Sizin nə səhviniz olsa belə də bu uşaqları belə atmamalıydilər. Ən azından bunlara ay-bay nəsə bir göndərmək zad heç nə yox. Heç nə yoxdur. Tək başına özüm əziyyət çəkirəm. Ev işlərində zadlar belə gedirəm. Uşaqlar burada tək qalırlar. Burada da obşey həyatda, burada başqa kişilər zadlar da qalır da. Ona görə burada gəlsiniz. Yenə o göz qulaq olur, eləyir, o xanım göz qulaq olur da. Uşaqları tək qoymaq olmaz. Mən rayondan birbaşa biz sığınacağa gəlmişik. Sığına deyirsiniz, yeməyiniz hardadır? Hal-hazırda uşaqlara verdiyin yemək, pişirdiyin yemək var. Yeməyi zaten pişiririk, orada pişiririk, yatırıq, burada otururuq. Yeməyi burada pişirirsiniz. Ha. Hanım siz də keçin orada oturun. Bu. Bunlar elədik. 2-3 həftəlik bazarı var burada. Bir də kirayəmizi mən verəcəm. Yaxşı. Kirayəmizin vaxtı nə vaxtdır? Aynen 25.